Bugün qrammatika suallarının izahına baxacağıq. 7-ci sual zamanla bağlı bir sualdır. Biz burada when bağlayıcısını görürük və when'dən sonra indiki bitmiş zaman gəlmədiyinə görə C variantı səhvdir. Y variantında səhv odur ki, do, does, did. Bu köməkçi feillərdən istifadə olduqda feil kök formada olmalıydı. Yəni C formasında, ona görə səhvdir. A və B'də isə səhv odur ki, bitmiş zamanlar bir-birlərindən uzlaşmır. A səhvdir. B variantında səhv olan we cəm mübtəda olduğuna görə xəbərin S qəbul etməsinə ehtiyac yoxdur. Ona görə səhvdir. Burada doğru cavabımız D variantı. 8-ci sual sinonimlərlə bağlı sualdır. Sinonim cütlüyü istəyir. Burada doğru cavabımız burada C variantıdır. Hər ikisi nəm deməkdir. 9-cu sual feilin formaları ilə bağlı bir sualdır. Qayda budur. Sifət, üstəgələk, to'lu, məstər, easy sifət, difficult sifət. Hər ikisindən sonra to'lu, məstər, yəni infinitiv gəlməli idi. Ona görə cavabımız B. 10-cu sual zərflə bağlı bir sualdır. Biz görürük ki, feil gəlibdir. Yəni burada zərf olmalıdır. Enough qaydasına əsasən enough sifət və zərfdən sonra işləndiyinə görə A variantı səhvdir. Fastdən sonra olmalıydı. Fast elə bir sözdür ki, həm sifətdir, həm də zərfdir. Yəni buna ly şəkilçisi artırmağa ehtiyac yoxdur. Həmin variantlar səhv olmuş olur. Yəni fastly denilən bir söz yoxdur. Ona görə B də səhvdir, C də səhvdir. Bu üç arasında qaldıqda isə much özündən sonra müqayisə dərəcəsi istəyir. Amma burada fast adi dərəcədə olduğuna görə D variantı da səhvdir. Doğru cavabımız burada Y variantı. 11-ci sual məhsul növlə bağlı bir sualdır. Asan tapmaq üçün biz cümlənin başlanğıcına baxırıq. The lawyer. Deməli, verilən cümlə ilə variant eyni başlamamalıdır. Ona görə B variantımız səhvdir. Daha sonra cümlənin zamanına baxmalıyıq. İndiki davam edici. Deməli, biz variantlarda am, is, are, being olan variantı tapmalıyıq. Ona görə cavabımız ya A ola bilər, ya da D ola bilər. C variantında being hissəciyi yoxdur. Y indiki bitmişdi, amma bizə to be plus being hissəciyi lazımdır. A'da səhv odur ki, bizim mübtədamız cəmdədir. Ona görə də xəbərimiz are olmalıydı, is yox. Ona görə doğru cavabımız D variantı. 12-ci sualda düzgün sual cümləsini tapmaq lazımdır. Birinci düzgündür, mübtədəyə sualdır. Mübtədəyə sual verdikdə who, what əvəzliyindən istifadə edirik və özlərindən sonra birbaşa feil, xəbər gələ bilər. İkinci disjunctive suallara aiddir. Burada qayda budur. Əgər vergüldən əvvəl inkardırsa, vergüldən sonra təsdiqdə olmalıydı. Amma hər iki tərəfdə inkarda olduğuna görə səhvdir. Üçüncü cümlədə səhv olan odur ki, when'dən sonra bitmiş zaman have, has been istifadə oluna bilməz. Ona görə səhvdir. Dördüncü sual isə doğru ümumi sual cümləsi olduğuna görə cavabımız B variantı. 13-cü sual modal feillərlə bağlı bir sualdır. İlk öncə biz mübtədamıza baxırıq ki, cəmdədir. Deməli, has to istifadə edə bilmərik. Səhvdir. Y variantında old to ilə istifadə olunmalıydı. To'su yoxdur. Ona görə səhvdir. Bu üçü arasında qaldıqda isə biz cümləmizin zamanına baxırıq ki, indiki zamandadır. Deməli, could-la verə bilmərik. Zaman uzlaşması gözlənilməlidir. Ona görə C variantı səhvdir. İki variant arasında qaldıqda isə artıq tərcüməyə baxmaq lazımdır. Tərcümədə deyir ki, sən bütün günü yatıbsan. Ona görə də indi yorğun ola bilməzsən. Ona görə cavabımız A variantıdır. 14-cü sual cümlə quruluşu ilə bağlıdır. Cümlə quruluşunda əsas məqam ingilis dilində cümlə sırasını bilməkdir. İngilis dilində cümlə sırası swapped qaydasına əsaslanır. Swapped nədir bəs? Yəni subject, verb, object, place, time. Yəni mübtəda, xəbər, tamamlıq, yer zərfliyi, zaman zərfliyi. Bu deməli prinsipə əsaslanan düzgün variantımız burada olur. C variantı. 15-ci sualda bizdən təkdə olan isimlər istəyir. A variantında gives cəmdədir. B variantında advice feildir. C yəni C olarsa bu isimdir.
S olarsa isə faildir. Ona görə burada faildir. C variantında skissers cəmdədir. Y variantında people cəmdədir. Ona görə doğru cavabımız D variantı. 16-cı sual so do I qaydasına əsaslanır. Biz burada baxırıq ki, so deməli bizim cümləmiz təsdiqdə olmalıdır və köməkçi nitqisəmiz do does'dan ifadə olunmalıdır və indiki zamanda olmalıdır ki, biz do'dan does'dan istifadə edə bilək. Variantlara baxaq. A variantında kad keçmişi və indikisi eyni olan feildir. Əgər sonunda s varsa indiki zamanda, yoxdursa keçmiş. S olmadığına görə keçmişdir, ona görə səhvdir. Bizə indiki zaman lazımdır. C variantında köməkçi feilimiz will'dir. Deməli biz cavabı da will ilə verməliydik, ona görə səhvdir. D variantı inkar cümlədir, səhvdir. Y variantı bəli indiki zamandadır, amma biz cümlənin sonuna baxırıq ki, inkar söz işlənibdir. Ona görə so ilə cavab verə bilmərik. Doğru cavabımız B. Have to, has to, had to. Bu modal feillərin sualı inkarı do, does, did köməkçi feilləri vasitəsilə düzəlir. 17-ci sual quantifiers'lar bağlı sualdır. Deməli petrol sayılmayan isim olduğuna görə few, many ilə işlənə bilməz. İki variant arasında qaldıqda little inkar cümlədə işlənmir. Baxırıq ki, cümləmiz inkardır. Ona görə səhvdir. Doğru cavabımız A variantı. 18-ci sual artikel'la bağlı bir sualdır. Deməli serial taxıl deməkdir. Sayılmayan isimdir. Ona görə qabağında artikel qoya bilmərik. A, D, C variantlarını götürürük. Daha sonra axıra baxırıq breakfast. Yemək adları artikel'la işlənmədiyinə görə B variantını da götürə bilmirik. Doğru cavabımız Y variantı. Apple, yəni bir alma doğrudur. 19-cu sual sözünü ilə bağlıdır. Tərcüməyə əsaslanır, yəni onun deyək romanları çoxlu dillərə tərcümə olunubdur. Into götürəcəyik və vaxtında sözünüsünü demək istəyiriksə, yəni sözünü 10 söz önüsündən istifadə edirik. Ona görə cavabımız A variantı. 20-ci sual bağlayıcılarla bağlı bir sualdır. İlk öncə due to variantını çıxırıq. Çünki özündən sonra ismi birləşmək istəyir. Amma burada bir cümlə, yəni mübtada xəbər gəlibdir. Ona görə C variantını çıxdıq. Bu variantlarda isə artıq biz tərcüməyə baxmaq lazımdır. Burada deyir ki, o ən yaxşı namizəd idi, amma seçimləri qazana bilmədi. Deməli, arada ziddiyyət olduğuna görə although bağlayıcısı lazımdır. Baxmayaraq ki, o ən yaxşı namizəd idi, seçimləri qazana bilmədi. 21-ci sual mübtada xəbər uzlaşması ilə bağlıdır. Deməli, bütöv bir pul birləşməsini bildirdikdə 8 manat, 9 dollar olduqda S-i aldanmırıq. Bu bütöv bir birləşmə olduğuna görə bizim xəbərimiz təkdə olmalıdır. Təkdə olan xəbərlər bir C variantındadır, bir də Y variantındadır. Amma biz cümləyə baxırıq ki, cümlənin sonu now zaman zərfliyi ilə bitir. Deməli, keçmişi istifadə edə bilmərik. Ona görə Y variantı getdi. Cavabımız C-dir. 22-ci sualda şərti diqqətlə oxumalıyıq. Bizdən səhv variantı istəyir və kompleks object qaydasına əsaslanır. Birinci düzdür. Here ikinci qrup feilə aiddir. Özündən sonra ya ing ya da sayda feil gəlir. Bu doğrudur. Yəni bunu götürmürük. Bizdən səhv istəyir. 2 expect üçüncü qrup feildir. Özündən sonra to istəyir. Bu da doğrudur. C özündən sonra sadə və ya ing-li feil istəyir. İkinci qrup feildir. Ona görə səhvdir. Bizdən də səhv istəyir. 4-də baxırıq ki, bəli, to-suz sadə feildir. Amma bu səfər bizim deməli əvəzliyimiz obyekt əvəzliyi him ilə ifadə olunmalıydı. Ona görə 4-də səhvdir. His yerlik əvəzliyidir. Cavabımız 3, 4, Y variantı.